Salam qonşu. Ne tersen ne var ne yok. Cuppolidi. Qonşu cəld bizə gələ bilərsən? Hə, işim var səninlə. Gözləyirəm, cəld ol biraz. Oldu. Salam qonşu. Salam, gəl. Ne tersen? Sağ ol, sən necəsən? Şükür Allah'a, salamatçılıqdır. Xeyir ola. Xeyirdir inşallah. Qonşu, qardaşın sənə belə bir intellektual sual vermək istəyir. Buyur. Qonşu, səncə şir 3 dəfə nərildiyəndə nə olur? Estağfurullah, işə düşdük də. Belə buna görə çağırmısan məni? Qonşu, peşman olmazsan, sualıma cavab ver, qardaşın sənə axırda bir söz deyəcək inşallah. Şir 3 dəfə nərildiyəndə nə olur? Şir 3 dəfə nərilləyəndə yəqin ac olur. Yox, düz tapmadın. Fikirləş. Onda əsəbləşib. Yenə düz tapmadın. Biraz da fikirləş qonşu. Onda bala şirdir. Anasını çağırır. Düz tapmadın qonşu. Yenə də fikirləş. Şir 3 dəfə nərildiyəndə. Nə bilim ala. Sən özün bilirsən güya. Uşaq olmamısan qonşu. Şir 3 dəfə nərildiyəndə Tom Jerry başlayır. İfsyo. La 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 la. Hə, Nana xanım, danış görüm nə məsələdir? Rəis, Ay can, başı batmışdan boşandım axı. kimlə? Əşi, o dişiciyi deyirəm də, birincini. Hə, İkinci dəfə ailə həyatı qurdum. doğrudan? Da. Təbrik edirəm. Spasiba, radnoy. Bu ikinci də gic. Harada gic var elə sənə rast gələr. Daydimə, niskajı radnoy. Bu ilə nədir problemin? İkinci də başdan xarab. Mənə həmişə deyirdi mənim məstanım. Pislik, yaxşıdır. Bilirəm, rəis. Mənim də xoşuma gəlirdi o söz. Mənə deyirdi məstanım. Rəis bir gün içib gəlib evə bu gic, ikincini deyirəm də. Hə, Mənə qayıt deyən sən mənim nəyimsən? Mən də dedim ki, məstanım. ay sağ ol. Götürdü məni ikinci mərtəbədən atdı aşağı. Başı xarab olub onun, xəstədir. Da. Niyə görə atdı aşağı? Deyir ki, görün mənim məstanım 4 ayaq üstündə dayana bilir. Salam xanım. Bağışlayın, narahat elədim, seriala baxırdınız. Həlləm doktor burada harda oturur? Çox sağ olun. Salam Həlləm doktor. Oo, salam qəlləm. Nə var nə yox? Salamatçılıqdır. Doktor, hər şey yaxşıdır. Doktor, mənim sizə bir işim düşüb. Məndən asılı olmayaraq danışanda eləyirəm. Doktor, mənə bir çarə eləyərdiniz, qurban olum. Problem yoxdur qəlləm. Bu xəstəliyin çarəsini mənim yaxın həkim dostum var. Xaricdə təhsil alıb. O bilir. Mən bu dəqiqə onun nömrəsini sənə verirəm. Çox sağ olun doktor. Doktorun adı nədir? Adı Elza Seyidcahan. Çox sağ olun doktor. Necə arvad xoşuna gəlir? Yaxşı yerdir. Mən səni ancaq belə bir yerdə şam yeməyinə dəvət eləyərəm. Başqa heç bir yanda yox. Çox sağ ol. Neyniyimi? Amma həmişə elə məndən narazısan. Ay kişi, sənə qurban. Sənin hər şeyindən razıyam. Hər şeyin əladır. Amma qurban olum. O götürdüyün təzə sürücünü işdən qov. Nə oldu? 3 ayda işləyir.
Ay sənə qurban olum. Bu 3 ay ərzində o sürücü az qala məni düz 5 dəfə öldürsün. Onu mütləq işdən qovmaq lazımdır. Səndən artıq dərəcədə xahiş edirəm. Onu bu günləri işdən qov. Narahat olma Ayarva, biraz səbirli ol. Gəl deyirəm ona 6-cı dəfə şans verək. Ha? Afisant. Qulaq as. Sabah yenə oynayarıq. Yaxşı dostum. Adı deyəndə. Sağ olun. Sağ olun. Sabah görüşərik. Məmiş. Ay Məmiş. Salam Cəbir. Salam. Necəsən dostum? Yaxşıyam. Sən necəsən? Yaxşıyam. Dünən dərsə niyə gəlməmişdin? Başım biraz qarışıq idi. Hə. Qulaq as. Sizə gəlmək istəyirəm. Bir balaca işim var səninlə. Gəl içəri. Gələ bilmənə baxı. İtimiz qapır. Bilmirəm. Atam təzə alıb. Biz də elə bunu yoxlamaq istəyirdik. Gəl. Salam əleykum Ağsaqqa. Əleyküm əssalam. Səndən işim var bala. Yaxşı səni gördüm. Necəsən Ağsaqqa? Yaxşıyam, sən necəsən? Şükür Allaha yaxşıyam. Bala sən deyəsən televiziyada işləyirdin. Ha, Düz tapdın? ha Ağsaqqal necə bə? Ay sağ ol. Bala sənə qurban olarım bala. Allah eləməsin. O sizdə xəbərlər gedir efirdə. Ha, O xəbərlərin altında yazılar gedir. Nədir o? xəbərlərin başlıqları. Ay sağ ol. O xəbər başlıqları var ha. Onu efirə verməyin, çıxardın. Niyə Ağsaqqal? O efirə gedəndə mənim sarsaq arvadım elə bilir ki, karaoke'dir. Başlayır oxumağa. Baş beynim gedir. Yaxşı. Yaxşı. Sağ ol. Sağ ol. Ata! Ay ata! Hə bir insafın qanacağın olsun. Görürsən işdən arğın, yorğun gəlib uzanmışam. Ata, gedirəm. Hara? Taylanda. Hara? Taylanda gedirəm ata. Uşaqlarla bilet almışıq. Saat 6-da samolyot yola düşür. Elə bir Taylandımız çatışmır. Bir sənin yerin əski idi orada. Gedəyini bir dəş, hə? Ata gedirəm, uşaqlar gözləyir məni. Qəlləm, Taylanddakılarda 1000 cür virus xəstəliyi var. Neçə faizi küçədə yatır. Gedib ilişərsən birinə, xəstəliyi tutub gətirib salarsan canımıza. Ata, mən xəstəlik zad bilmirəm. Mən gedirəm Taylanda. Uşaqlara söz vermişəm. Bilet də almışam. Bax saat 6-ya qalıb. Samolyot yola düşür. Mən getdim. Öpdüm özünə yaxşı bax. Hələlik. Bir dəqiqə. Qəlləm, məni cin atına mindirmə. Keç bu tərəfə. Qəlləm, ağzımda sənə deyirəm ki, Taylanddakılarda 1000 cür virus xəstəliyi var. Gedib ilişərsən birinə, tutarsan xəstəliyi, gəlib salarsan canıma. Məndən keçər anova, anondan da bütün şəhərə. Lazım deyil mi? Gedəyini bir dəyiş. Ay Allah.